Salam uşaqlar, bugün dərsliyimizin 135, 139, 140 və 144-cü səhifələrini yerinə yetiririk. Azərbaycan dili fənni ilə başlayaq. Azərbaycan dili fənnində bugün oxuyub anlamadı. Mətnimizin adı Sehirli Sözlər. Real həyatda sehir deyilən bir şey olmasa da, sehirli sözlərin var olduğunu desəm, nə düşünərsiniz? Sözlərin insanlar, hətta cansız varlıqlar üzərindəki təsiri elmi olaraq sübut edilmişdir. Yapon elm adamları etdikləri bir təcrübədə 2 stəkana isladılmış düyülər qoyaraq birinə davamlı olaraq gözəl sözlər, digərinə isə kobud sözlər demişdilər. Təcrübənin sonunda kobud sözlər deyilən stəkandakı düyülərin kifləndiyini, pis qoxular yaydığını, digər stəkandakı düyülərin isə təmiz qaldığını müşahidə etmişdilər. Cansız varlıqlar üzərində belə təsiri olan sözlərin insanlar üzərində təsirsiz olacağı düşünülə bilməz. Xüsusilə bəzi sözlər vardır ki, bir sehir kimi ətrafımızı bürüyər və insan münasibətlərini gözəlləşdirər. Biz bu sözlərə sehirli sözlər deyirik. İndi birlikdə bəzi sehirli sözləri və təsvirlərini öyrənək. Təşəkkür edirəm. Kimsə bizə kömək edəndə, hədiyyə verəndə, təbrik edəndə, ona öz minnətdarlığımızı belə bildirə bilərik. Xahiş edirəm. İstədiyimiz bir şeyin həyata keçmə ehtimalını bu sehirli sözlə artıra bilərik. Üzr istəyirəm. Bütün inciklikləri bu sözlə aradan qaldıra bilərik. Biz də gündəlik həyatda bu sehirli sözləri asanlıqla istifadə edə bilərik. Nuş olsun, xahiş edirəm, çox sağ olun, yaxşı yol kimi bir çoxunun təsirini yoxlaya bilərsiniz. Deməli, sehirli sözlərimizdən danışıldı burada. Sehirli sözlər nəzakətli sözlərə ilə bərabər tutulur. Yəni, sehirli sözlərdən nə qədər çox istifadə etsək, həyatımız da o qədər gözəl olar. İndi gəlin suallara cavab verək. Yapon elm adamlarının etdiyi təcrübə nə idi? Düyülərin necə yetişməyi, insanların münasibəti, sözlərin insan üzərində təsiri, düyülərin insanlara faydası. Yapon alimlərinin müşahidəsinin əsas səbəbi sözlərin insanlar üzərində təsirini ölçmək idi. O da var C bəndində. Şəkilə əsasən hansı sehirli sözü istifadə etməliyik? Bir uşaq digər uşağa hədiyyə verir. İndi o digər uşaq nə deməlidir? Yolun açıq olsun, təşəkkür edirəm, yaxşı yol, üzr istəyirəm. Biri bizə hədiyyə verirsə, biz nə deyirik? Təşəkkür edirəm deyirik. Mətnin əsas mövzusu nədir? Elm adamları, sehirli sözlər, salamlaşmaq, yaxşı insanlar. Mətnin əsas mövzusu sehirli sözlərdir. Mətndə hansı sehirli sözdən bəhs olunmur? Bəhs olunmur uşaqlar. Xahiş edirəm, təşəkkür edirəm, üzr istəyirəm, xoş gəlmisiniz. Deməli, xahiş edirəm, təşəkkür edirəm, üzr istəyirəm var idi. Amma xoş gəlmisinizin izahı yox idi. Ona da biz izahını veririk. Kimsə bizə gəlirsə, evimizə qonaq gələndə həmin qonağa deyirik, xoş gəlmisiniz. 5-ci sual. Aşağıdakılardan hansı inciklikləri aradan qaldıran sehirli sözdür? Məsəl üçün, kiminsə qəlbinə dəymişiksə, nə deyirik? Nuş olsun, üzr istəyirəm, salamat qalın, təbrik edirəm. Əgər kiminsə qəlbinə dəymişiksə, üzr istəyirəm sözünü deyirik. Riyaziyyat testi ilə davam edirik. Atamın 48 yaşı var. Anamın yaşı atamın yaşından 6 yaş azdır. 6 yaş azdır. 48 çıx 6 eləyir 42. Deməli, ananın yaşı 42-dir. Anam və atamın yaşlarının cəmi neçədir? Atamın yaşı 48, anamın yaşı 42. Bunları toplayırıq. 8, 2, 10, 1 yadda, 4 ilə 4, 8, 1 də yadda 9. Yaşlarının cəmi eləyir 90. O da var D bəndində. İkinci sualımız. Ən kiçik 2 rəqəmli tək ədəd.
Ən kiçik 2 rəqəmli tək ədəd uşaqlar neçədir? 11. 11 ədədin 2 qatı. İndi 11'in 2 qatı. 11'in 2 qatı. Ya 11'i 2'yə vururaq, ya da 2-dən 11'i toplayırıq. Eləyir neçə? 22. Aha, söhbət 22'dən gedir. Ən kiçik 2 rəqəmli tək ədədin 2 qatı 51'dən neçə vahid kiçikdir? Yəni 22 51'dən neçə vahid kiçikdir tapmaq üçün 51'dən 22'ni çıxırıq. 1'dən 2 çıxmaq olmur. 11'dən 2 çıxırıq. 9. Burada da 4 qalır. 4'dən də 2 çıxırıq. 2. Cavab D bəndi 29. Üçüncü sual. Yarım metr ilə 2 desimetr 3 santimetrin fərqi neçə santimetrdir? Fərq nədə olur? Çıxmada. Deməli, cavablara baxsaq, cavablarda bizə santimetrlə verib, düzdür? Deməli, hamısını əvvəlcə santimetrə çeviririk. 1 metr neçə santıdır? 100. Bəs onda 100'ün yarısı eləyəcək 50 santimetr. Deməli, yarım metr elədi 50 santimetr. 1 desimetr 10 santimetrdir. 2 desimetr 20, o da 3. Burada da var 23 santimetr. Və bizdən bunların fərqini istəyir. Fərq nədə olur? Çıxmada. Yəni 50 santimetrdən 23 santimetri çıxırıq. 50'dən 20'ni çıxırıq. 30. 30'dan da 3 çıxırıq. 27. Cavab C bəndi 27. Yasəmənin 5 manat pulu var idi. O hər biri 60 qəpiyə olan 2 qələm alarsa, nə qədər pulu qalar? Deməli, qələmin biri 60 qəpikdir. 2 dənə almışamsa, 2 dənə 60 gedib. 60'ın üstünə 60 edir 120 qəpik. 5 manatı qəpiyə çevirsəm, edir 500 qəpik. Düzdür? 500 qəpiyim var idi. 120 qəpik xərclədim. Xərcləyəndə pul azalır. 500'dən 120'ni çıxırıq. 500'dən 100 çıxırıq. 400. 400'dən də 20. 380 qəpik. 380 qəpiyi də manatla qəpiyə çevirsək, 1 manat neçə qəpikdir? 100. Sağdan 2 dənə ədədi götürdük. Edir 3 manat 80 qəpik. Cavab A bəndi. 84'dən hər hansı bir ədədi çıxdıqda fərqdə 2 qatı 42 olan ədəd alınır. Deməli, 84'dən nə çıxmışıq bilmirik. Amma fərqdə 2 qatı 42 olan ədəd olur. 2 qatı 42-dirsə, biz deməli 42'nin yarısını tapmalıyıq. 40'ın yarısı 20, 2'nin yarısı 1. 20 o da 1, 21. Deməli, 42 qatı 42 olan ədəd 21'dir. Burada da yazdıq 21. Azalan, çıxılan fərq. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. Yəni 84'dən 21'i çıxırıq. 4'dən 1, 3, 8'dən 2, 6. Cavab B bəndi 63. Altıncı sualımız. Qardaşım 56 ədəd oyuncaq, demək, qardaşımın 56 ədəd oyuncaq maşını var. Mənim maşınlarımın sayı qardaşımın maşınlarının sayından 27 dənə azdır. Deməli, bu qardaşım, bu mən. Qardaşımda nə qədərdir? 56. Deyir, mənim maşınlarımın sayı bu 56'dan 27 dənə azdır. Onda 56 çıx 27. 56'dan 27 çıxırıq. İndi sonra da axırda deyir, ikimizin cəmi nə qədər maşını var? 6'dan 7 çıxmaq olmur. 16'dan 7, 9, 4'dən də 2, 2. Deməli, mənim 29 maşınım var. Qardaşımın 56 maşını var. Bizim cəmimizi istəyir. 56 üstə gəl 29. 6 ilə 9, 15, 1 yadda, 5 ilə 2, 7, 1 də yadda 8. Deməli, bizim cəmi 85 maşınımız var. 7-ci sual. Aytan xala hər birində 20 ədəd olmaqla 2 qab piçenya pişirib. 2 qab piçenya pişirib. Hər birində də 20 dənə. Nə qədər piçenya edir? 40 dənə. Deməli, 40 dənə piçenya pişirib. O 10 ədədini qonşuya verdi. 10 ədədini qonşuya veribsə, 10 dənə azalıb. 40 var idi, 10'unu verdi qonşuya. Qaldı 30'u.
Qalan peçenyeləri isə 5 qonaq arasında bərabər payladı. Bərabər sayda bölüşdürdü. Yəni qalan 30 peçenyeni 5 qonaq arasında bərabər payladı, bölüşdürdü. 30-u bölürük 5-ə, eləyir 6. Qonaqların hər birinə neçə peçenya verdi? Cavab 6 A bəndi. Hansı ədədin 8 qatı ilə 4 qatının fərqi 16-ya bərabərdir? Hansı ədədin 8 qatı ilə 4 qatının fərqi 16-ya bərabərdir? Deməli, uşaqlar, biz bunu tənlik kimi eləsək, 8 qatı 8x kimi götürürük. 4 qatını da 4x kimi götürürük. 8x ilə 4x-in fərqi eləyir 4x. Düzdür, siz elə x keçməmisiniz, məhsul keçməmisiniz. İndi bundan sonra damalarla başa salacağım. Bax, bu 8 qatı, bu da 4 qatı. 8 qatından 4 qatını çıxdım, nə qalır? 4 qatı. X olur burada məhsul. Yəni, 4-ü vururam x-ə, eləyir 16. İndi 4-ü neçəyə vuranda 16 eləyir. Tapmaq üçün 16-nı da bölürəm 4-ə. O da eləyir 4. Cavab C bəndi. Amma biz bunu tam model hissəsini eləsək, baxın, deyək ki, bu mənim 8 qatım. 8 yerə böldüm. Bu da mənim 4 qatım. 4 yerə böldüm. 8 qatdan 4 qatı çıxsam, yerdə neçə qat qalır? 4 qat. 1, 2, 3, 4 qat. Deyir, bu 4 qat 16-dırsa, 1 qata neçə düşür? Tapmaq üçün 16-nı bölürük 4-ə. O da eləyir 4. 9-cu sual. Satıcı səhər 8 kiloqram, günortadan sonra 4 kiloqram tort satdı. Tortun da kilosu 5 manat olarsa, satıcı nə qədər pul qazanır? Tortun kilosu neçədir? 5 manat. 8 kilonu 5 manatdan satıb, bu eləyir 40 manat. 8-i vurduq 5-ə. 4 kilonu 5 manatdan satıb, bu da eləyir 20 manat. 4-ü vurduq 5-ə. Deməli, 40 manat səhər qazanıb, 20 manat günorta qazanıb. İndi ümumi nə qədər qazanıb? 40-ın üstünə gəlirik 20-ni. O da eləyir 60 manat. 9-da A bənd. 10-cu sualımız. Satıcı almaların çəkisini ölçmək üçün 1 ədəd 10 kiloqramlıq, 2 ədəd 5 kiloqramlıq, 1 ədəd də 3 kiloqramlıq çəki daşından istifadə etdi. Satıcı neçə kiloqram alma satdı? Deməli, 1 ədəd 10 kiloqramlıq 10, 2 dənə 5 kiloqramlıq, 2 dənə 5, o da eləyir 10, bir dənə də 3 kiloqramlıq, bir dənə 3 eləyir 3. Onun üstünə 10, 20, o da 3, 23. Deməli, 23 kiloqram alma satıb. Növbəti səhifəmizdə də məsələlərdir. Məsələləri həll edəcəyik, sonra aşağıda cavabları tapacağıq. Boş bidon 8 fincan su ilə dolur. Bidonun yarısı neçə fincan su ilə dolar? Deyək ki, bu boş bidondur. 8 fincanla dolur, düzdür? Onda bunun yarısı neçə fincanla dolacaq? 8-in yarısı eləyir 4, 4. Elə cavab eləyir 4. Necə tapdıq? 8-i böldük 2-yə. Mələk 12-dən başlayaraq, başlayaraq deyirsə 12-nin özünü də sayırıq. 3, 3 irəli saydı. 12-nin üstünə 3, 15, 15-in üstünə 3, 18, 18-in üstünə 3, 21, 21-in üstünə 3, 24 və s. Mələk 4-cü hansı ədədidir? 1, 2, 3, 4. Başlayaraq dediyi üçün 12-nin özündən başlayırıq. 1, 2, 3, 4. Düşür neçəyə? 21-ə. Deməli, cavab oldu burada 21. Cavab 21. 92 metrlik ipin 67 metrini çərpələnk üçün istifadə etdik. Əgər istifadə etmişiksə, əlimizdəki azalır. Neçə metr ip qaldı? Tapmaq üçün 92-dən 67-ni çıxırıq. 2-dən 7 çıxmaq olmur. 12-dən 7 çıxırıq. 5.
Burada 8 qalır. 8-dən də 6, 2. Cavab 25 metr qaldı. Orxanın cibində 2 dənə 10 manatlıq, 2 dənə 10 manatlıq eləyir 20. 3 ədəd 5 manatlığı var. 3 dənə də 5 eləyir 15. Orxanın cəmi nə qədər pulu var? Tapmaq üçün 20-nin üstünə gəlirik 15-i. O da eləyir 35 manat. 5-ci məsələmiz. Nilay cütü 7 manat olan corabdan 4 cüt aldı. Deməli, cütü 7 manatdır və 4 cüt alıb. Cütü 7 manatsa, 4 cüt alıbsa, 4'ü vururuq 7-yə. Eləyir 28 manat. Satıcıya 50 manat verdi. İndi satıcı ona nə qədər qaytarmalıdır? Onu tapırıq. 50-dən çıxırıq 28-i. 50-dən 20 çıxırıq 30, 30-dan da 8, 22. Deməli, satıcı ona 22 manat pul qaytarmalıdır. 6-cı məsələ. Mehriban 1 dəqiqədə 82, Xalid 84, Orxan 76 söz oxuyur. Ən çox oxunan söz sayı nə qədərdir? Və onu kim oxuyur? Deməli, 1 dəqiqədə 82, 84, 76. Ən çox oxunan hansıdır sizcə burada? Xalid 84. Cavabımız da budur. Bizdən nə cəm istəyir, nə də bir şey. Ən çox oxunan söz sayı nə qədərdir? Xalid 84. 7-ci sualımız. Nəzrinin 7 yaşı var. Ananın yaşı Nəzrinin yaşının 5 qatı qədərdir. Qatı, misli, dəfə çox. Bu vurmadır. Yəni 5 qatı qədərdir. 7 vur 5 eləyir 35. Deməli, ananın 35 yaşı var. Ananın da olduğu neçə yaşı? 35. İkisinin yaşlarının cəmi. Nəzrin 7 yaşındadır, ana 35 yaşındadır. 35 ilə 7'yi toplandı, eləyir 42. Yaşlarının cəmi elədi 42. 4 kiloqramı 16 manata olan portağaldan yarım kiloqram alsaq, nə qədər pul ödəyərik? Çoxunu verib birini, deməli çoxunu veribsə birini istəyəcək. Bir də çoxunu verib birini tapanda bölürük. 16'nı bölürük 4'ə. Tapırıq ki 1 kiloqramı 4 manatdır. İndi 1 kiloqramı 4 manatdırsa bizdən 1 kiloqramın yarısını istəyir. Yəni 4'ün də yarısını. 4'ü bölürük 2'yə eləyir 2. Deməli yarım kiloqram 2 manatdır. Elnarə pul qabısına hər gün 5 manat qoyur. 2 həftənin sonunda pul qabında nə qədər olacaq? Əvvəlcə deyin görün, bir həftədə neçə gün var? Bir həftədə 7 gün var, düzdür? Bizdən 2 həftə deyir. Onda 2'ni vururuq 7'yə. O da eləyir 14 gün. O da eləyir 14 gün. İndi 14'ü 5'ə vurmalıyıq, tapmalıyıq bunu. 14'ü vururuq 5'ə. Çünki hər gün 5 manat yığır. 5'i vururuq 4'ə, 20, 0 yazdıq 2 yadda. 5'i vururuq 1'ə, 5, 2 də yadda 7. Deməli, 2 həftəyə 70 manat. Əgər sizin üçün 14'ü 5'ə vurmaq çətindirsə, onda həftə-həftə tapın. Bir günü eləyir 5 manat, bir həftəyə 7'ni 5'ə vuranda eləyir 35 manat. Düzdür? Bir həftəyə 35'dirsə, deməli ikinci həftəyə də 35'dir. Bunları da toplayanda eləyir 70. Yenə də cavabımız 70'dir. Amma vurmanı bu qaydada indidən öyrənsəz sizin işiniz rahatdır. 4 saat yol getdikdən sonra 1 saat fasilə verdik. Fasilə saat 12'də bitdiyinə görə biz saat neçədə yola çıxmışdıq? Deməli, fasilə bitib 12'də. Neçə saat fasilə idi? 1 saat fasilə idi, düzdür? Fasilə 12'də bitibsə, mən 12'dən 1 saat öncə fasiləyə çıxmışam. O da eləyir 11. Düzdürmü? Və mən 11 saat 11 olana qədər 4 saatda yol getmişdim. 11'dən 4 çıxanda nə qalır? 7. Deməli, mən saat 7'də yola çıxmışdım. Bizdən də onu istəyir. Saat neçədə yola çıxmışdıq? 7. Cavab 7. İndi gəlin buradakı sualları bir-bir tapaq və rəngliyək həmişəki kimi. Cavab 4.
var. Cevap 21 var. 25, 35, 22, 84, 42, 2, 70, bu da 7. Əgər hamısını elədiksə, deməli bütün məsələlər düzgün yerinə yetirilib. Və sonuncu səhifəmiz əyləncə bölməsidir. Burada əyləncədə bizə nə deyir? Crossword-u həll eləyin. Yəni bunları bir-bir yazmalıyıq. Videonu saxlayıram. Siz də bunu birinci özünüz edirsiniz, sonra məni ilə bərabər yoxlayırsınız. Deməli uşaqlar, mən crossword-u həll etdim və həll etdikcə hər dəfəsində şəklin üstündən silirdim. Bilim ki, nə getdi, nə qaldı. Və crossword-umuzun cavabı da budur. Ümid edirəm ki, bugünkü tapşırıqları başa düşdük. Qaranlıq qalan məqamları şərh bölməsində qeyd edin. Videonu da bəyənməyi unutmayın.